30 dekabr 2025 Bürclər haqqında məlumat. Qoç. Bugün insanlarla dil tapmaq, onları bir araya gətirmək, ruhlandırmaq və lazım olan istiqamətə yönəltmək bacarığınız xüsusilə faydalı olacaq. Məhz bunun sayəsində qoçlar mürəkkəb tapşırıqları həll edərkən özlərini yormayacaq və güclü rəqiblərlə təkbətək mübarizə aparmalı olmayacaqlar. Ən çətin, darıxdırıcı və yorucu işləri başqalarına həvalə edib, özləri diqqəti maksimum maraq doğuran və uğur gətirən işlərə yönəldəcəklər. Bu strategiya onlara yeni, o cümlədən kifayət qədər nüfuzlu müttəfiqlər qazanmağa imkan verəcək. Cazibəniz və şəxsi simpatiyanız danışıqlarda işə yaraya bilər. Lakin siz peşəkar maraqları şəxsi hisslərlə qarışdırmayacaqsınız və bu çox düzgün qərar olacaq. Bugün sizi dəstəkləyən insanların gələcəkdə etibarlı dostlara çevrilməsi mümkündür. Amma hələlik sizi yalnız ümumi işgüzar maraqlar birləşdirəcək ki, bu da bir çox narahat vəziyyətlərin qarşısını alacaq. Buğa. Bir çox sahədə uğur qazanmaq şansınız olacaq. İntuisiya hansı işə ilk növbədə başlamaq lazım olduğunu göstərəcək və məhz ona qulaq asmaq məsləhətdir, ətrafdakılara yox. Çətin ki, tanışlarınızdan kimsə nəyi hədəflədiyinizi və hansı çətinliklərlə üzləşdiyinizi tam başa düşsün. Buna görə də kənar məsləhətlər daha çox çaşqınlıq yarada, nəinki kömək edə bilər. Gün işgüzar əlaqələri möhkəmləndirmək və layihələrinizi dəstəkləyə biləcək insanlarla ünsiyyət üçün əlverişlidir. İdeyalarınız bir çoxlarını maraqlandıra bilsə də, əldə olunan razılaşmaların hələlik ilkin xarakter daşıyacağını unutmayın. Yəni, rahatlanmaq üçün tezdir. Əkizlər. Günün əvvəlində şərait uğurlu olacaq və xoş təsadüflər baxımından kifayət qədər zəngin keçəcək. Məhz bu vaxt ərzində iş tapşırıqlarını tez yerinə yetirmək, yaxşı qazanc əldə etmək və əvvəllər hər kəsi çaşdıran suallara cavab tapmaq mümkün ola bilər. Bununla belə, həmkarlar və işgüzar tərəfdaşlarla ünsiyyətdə müəyyən çətinliklər yarana bilər. Onlar hər zaman sizin sürətinizə uyğunlaşmaya və ideyalarınızı dərhal dəyərləndirməyə bilərlər. Belə anlarda sakitliyi qorumaq vacibdir. Günün ikinci yarısında ailə məsələlərinə və yaxınlara qayğı göstərməyə diqqət yetirmək lazım gələcək. Valideyn olan əkizlər üçün uşaqlarla daha çox vaxt keçirmək münasibətlərə müsbət təsir göstərəcək. Romantik münasibətlər baxımından da dövr əlverişlidir. İlk görüş uğurlu keçə bilər. Uzun müddətdir birlikdə olanlar isə sevdiklərini sevindirməyin yolunu tapacaqlar. Xərçəng. Gün iş və digər faydalı məşğuliyyətlər üçün çox uyğundur. Siz tez anlayacaqsınız ki, hansı məsələlər həqiqətən vacib və təcilidir, hansını isə sonraya saxlamaq olar. Bəzi xərçənglər etibarlı müttəfiqlər və köməkçilər tapa bilərlər. Amma nəzərə almaq lazımdır ki, bu insanlar hər zaman təmənnasız olmayacaq. Ona görə də əvvəlcədən onlara necə təşəkkür edə biləcəyinizi düşünmək faydalıdır. Çoxlu maraqlı söhbətlər olacaq. Bəzi xərçənglər başqalarından daha tez biznes üçün çox faydalı məlumat əldə edəcəklər. Xırda detallara diqqət yetirmək, başqalarının gözdən qaçırdığı məqamları görməyə imkan verəcək və bu da rəqibləri qabaqlamağa kömək edə bilər. Şir. Ulduzlar təşəbbüslərinizi dəstəkləyəcək və bundan ən perspektivli ideyaları həyata keçirmək üçün istifadə etmək lazımdır. Ətrafdakılar sizin planlarınızın nə qədər böyük olduğunu dərhal anlamaya bilərlər, amma bəziləri mütləq kömək təklif edəcək. Bugün bəzi şirlər təkcə yeni müttəfiqlər deyil, həm də həqiqi dostlar qazana bilərlər. İşgüzar münasibət kimi başlayan əlaqələr romantik xarakter ala bilər. Bu sizin təşəbbüs göstərib göstərməməyinizdən asılı olacaq. Gün həm də başqalarına kömək etmək, ictimai tədbirlərdə və xeyriyyə aksiyalarında iştirak üçün münasibdir. Başqaları üçün etdiyiniz hər bir yaxşılıq dolayısıyla sizə də fayda verəcək. Məsələn, əldə etdiyiniz təcrübə gələcəkdə karyera yüksəlişinə kömək edə bilər. Qız, gün asan keçməyəcək. Başqaları bunu uğursuz adlandıra bilərdi, amma siz bütün maneələri dəf etməyin yolunu tapacaqsınız. Bəzi qızlar inadkarlıqları sayəsində başqalarına qeyri-mümkün görünən nəticələr əldə edəcəklər. Bu, diqqətdən kənarda qalmayacaq və sizi əvvəlcə qiymətləndirməyən insanlar fikirlərini dəyişəcəklər. İş dəyişikliyi və ya uzunmüddətli əməkdaşlıqla bağlı təkliflər istisna deyil. Maliyyə məsələlərinə fokuslananlara uğur yoldaşlıq edəcək.
Biznesin inkişafı və sərfəli sövdələşmələrlə bağlı yaxşı ideyalar yarana bilər. Bəzi qızlara köhnə borclar qaytarıla bilər. Tərəzi. Günün xüsusilə məhsuldar olacağı gözlənilmir, amma vaxtınızı xoş keçirəcəksiniz. Köhnə tanışlarla görüşmək imkanı yaranacaq. Maraqlı təkliflər ala bilərsiniz. Məsələn, yeni iş və ya sərfəli əməkdaşlıq. İşgüzar sahədə kəskin dəyişikliklərə tələsməyin. Hər şeyi sakitcə düşünüb, müsbət və mənfi tərəfləri dəyərləndirmək üçün kifayət qədər vaxtınız olacaq. Yaxınlarla münasibətlər ahəngdar olacaq. Əgər əvvəllər fikir ayrılıqları yaşanıbsa, bugün bir-birinizi yarım sözdən anlayacaqsınız. Günün ikinci yarısı sevdiyiniz insanla ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Əqrəb. Günün əvvəlində xırda çətinliklər yarana bilər. Buna görə planlarınızı dəyişmək, bəzi işləri təxirə salıb, digərlərinə fokuslanmaq lazım gələ bilər. Bəzi əqrəblər üçün işgüzar ünsiyyət çətinləşəcək. Həmkarlarla anlaşmaq adi haldan daha mürəkkəb ola bilər və rəhbərlikdən iradlar gələ bilər. Tənqidi qeydlərə fəlsəfi yanaşmağa çalışın. Bir qədər sonra onların içində məntiqli məqamlar tapa bilərsiniz. Zaman keçdikcə müsbət tendensiyaların təsiri güclənəcək. Günün ikinci yarısı yeni işlərə başlayan əqrəblər üçün xoş sürprizlər və ilk uğurlar vəd edir. Faydalı tanışlıqlar və dəyərli təcrübəyə malik insanlarla ünsiyyət mümkündür. Ox atan. Əvvəllər demək olar ki, qeyri-real görünən arzularınızın reallaşması mümkün olacaq. Ulduzlar bugün sizi hər sahədə dəstəkləyəcək. Buna görə də mühüm iş və layihələrə başlamaq olar. Sizi narahat edən maliyyə və inzibati məsələlər uğurla həll oluna bilər. Bəzi oxatanlar dostlarına və ya qohumlarına kömək etmə imkanı əldə edəcəklər və bunu məmnuniyyətlə edəcəklər. Gözlənilməz pul daxil olmaları, o cümlədən ummadığınız mənbələrdən gəlir mümkündür. İnvestisiya axtaran sahibkarlar üçün əlverişli fürsətlər yarana bilər, amma bu vəsaitdən düzgün istifadə etmək və riskə getməmək vacibdir. Oğlaq. Çox fərqli insanlarla ünsiyyətdə olmalı olacaqsınız. Diqqətli olun. Hər kəslə açıq danışmaq və ya ciddi razılaşmalar bağlamaq olmaz. Peşəkar əlaqələrdə seçici olmaq vacibdir. Şübhəli şəxslərlə əməkdaşlıq reputasiyanıza zərər vura və etibarlı müttəfiqlər tapmağınıza mane ola bilər. Yeni tanışlarla bağlı ilk təəssürata tam güvənməyin, amma köhnə dostların məsləhətlərinə qulaq asmaq faydalı olar. Maliyyə məsələlərində tələsməyin. Böyük kreditlər götürməzdən və ya rəsmi sənədləşmə olmadan borc verməzdən əvvəl hər şeyi 2 dəfə düşünün. Dolça. Sizi həqiqətən ilhamlandıran işlərə başlamağın vaxtıdır. Məhz bu sahələrdə uğur qazanacaqsınız. Bugün yaradıcılıq potensialınız yüksək olacaq, çoxlu yaxşı ideyalar yaranacaq. Hamını çaşdıran suallara cavab tapa və ya heç kimin xoşuna gəlməyən vəziyyəti dəyişmək üçün yol kəşf edə bilərsiniz. Dolçalar başqaları üçün faydalı işlər görsələr də, öz maraqlarını da unutmadan hərəkət edəcəklər. Köhnə rəqiblər üzərində üstünlük qazanmaq, rəqabətdə irəli keçmək şansı yaranacaq. Ətrafdakılar sizin sərt davranışınıza təəccüblənsələr də, nəticələr hər şeyin düzgün edildiyini göstərəcək. Balıqlar. Diqqətli olun. Bu, gələcək hadisələrin gedişatını müəyyən edəcək qərarlar verməli olduğunuz mühüm günlərdəndir. Başqalarının məsləhətlərindən çox öz intuisiyanıza güvənmək daha doğru olacaq. İşlərinizə qarışmaq istəyən insanlar yaxşı niyyətli ola bilərlər, amma onların müdaxiləsi bəzən faydadan çox zərər gətirə bilər. Kömək üçün sizi həqiqətən anlayan və dediklərinizi düzgün yerinə yetirən insanlara müraciət etmək daha məqsədə uyğundur. Günün əvvəlində ailə münasibətləri baxımından çətin anlar yaşana bilər. Köhnə inciliklər xatırlana və ya sizdən hələ hazır olmadığınız qərarlar tələb oluna bilər. Hər şeyi düşünüb daşınmaq üçün qısa fasilə lazım olacaq. Günün ikinci yarısı isə ünsiyyət və birgə fəaliyyət üçün daha rahat keçəcək.